Nazirlər Kabinetinin 556 saylı qərarına əsasən ölkəmizdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin meyarları müəyyən olunmuşdur. Bu meyarlar 4 istiqamət üzrə mikro sahibkar, kiçik sahibkarlıq subyekti, orta sahibkarlıq subyekti və iri sahibkarlıq subyektinə bölünmüşdür. Bu sahibkarlıq subyektlərinin bir-birindən fərqi iki ölçülmə metodundan, yəni iki kriteriya üzrə. Bir, illik orta işçi sayına və təqvim il ərzində olan dövriyyəsinə görə fərqlənir. Bugün də mən sizə mikro sahibkar haqqında danışacağım. Mikro sahibkarlıq fəaliyyətini nəyə görə biz seçirik? Buna görə ki, biz həm fəaliyyətimiz daha kiçik və konkret olur, eyni zamanda biz öz vergilərimizi daha qənaətli şəkildə ödəmək məqsədi ilə. Qeyd etdiyim kimi, vergi məcəlləsində mikro sahibkarlara 2024-cü ilə kimi 75%lik bir vergi güzəşti var idi. Amma 2024-cü ildə həmin 75%lik vergi güzəşti öz yerində qalsa da, amma biraz formatını dəyişmiş olur. Yəni fərqli formatda o güzəşt tətbiq olunur. 75%lik güzəşt əldə etmək üçün mikro sahibkarın mütləq il ərzində orta işçi sayı 3 nəfər üzərində və dövlət sosial fonda ayırmalara borcu olmamalı. Təbii ki, hesabat tarixinə olan dövr üçün. Əgər bu iki kriteriya eyni anda cavab verərsə, həmin mikro sahibkar, yəni həm fərdi sahibkarlıq subyekti olsun, həm də ki, hüquqi şəxs olan sahibkarlıq subyekti olsun, həmin 75% güzəşti əldə edir. Əks halda onlar 75% güzəşti əldə etməyəcək və birbaşa mənfəətindən 20% vergi tutulmuş olacaq. Qeyd edim ki, 2025-ci ildə bu qaydalara yenə biraz düzəlişlər olundu. Fiziki şəxslər üçün 3 nəfər işçi kriteriyası və həmin dövlət sosial müdafiə fonduna ayırmalara borcun olmaması 45 min manata kimi tətbiq olunmalı. Yəni hər hansısa bir fiziki şəxs 45 min manat il ərzində dövriyyəsi olarsa, 45 min manata kimi, o zaman həmin fiziki şəxsə 75% güzəşt təqdim olunacaq. Əks halda həmin güzəşt tətbiq edilməyəcək və təbii ki, bayaq qeyd etdiyim kriteriyalar üzərində olduğu halda həmin güzəştlər ona tətbiq ediləcəkdir.